Herkese salam. Bu videomda sizə kiçik summativ qiymətləndirmə üçün izahlarını təqdim edəcəyim. Birdə nedir? Balıqların ümumi əlamətini qeyd edin. Balıqlar, uşaqlar, hamısı suda yaşayırlar. 2. Aşağıdakılardan hansı rəssam qrupunun ümumi əlaməti deyil? İnsandır rəssamlar. Fırçaları olur ki, şəkil çəkirlər. Şəkil çəkmək hamısı şəkil çəkir deyə rəssam deyirik. Hamısında saqqal olmur. 3. Helikopterlə təyyarəni fərqləndirən əlamətləri. Hər ikisinin qanadı var. Mühərriki və qanadları var. Mühərrikləri var. Pərləri, mühərriki var. Amma yerə şagülə oturan təyyarə şagülə oturmur. Təyyarə belə deyək də üfüqi gedir. Amma helikopter şagülə oturur. 4. Kitab obyektinin kəmiyyət əlamətini qeyd edin. Kəmiyyət deyəndə saydan söhbət gedir. Say da burada səhifə sayı var. 5. Hansı sətirdə səhv yoxdur? Bülbül, sərçə, canavar, ördək, quşdur. Canavar quş deyil. Ona görə bu səhvdir. B-də dovşan, ayı, inək, tülkü vəhşi heyvanlardır. İnək vəhşi heyvan deyil. Dovşan vəhşi heyvan deyil. C-də karandaş, pozan, xətkeş, qələmdan, məktəb ləvazimatlardır. Bəli. Divan, krislo, stul, kompüter mebel deyil. 6-da şəkildəki obyektə hansı ad uyğundur? Bir qulplu qazan. Bunun 2 dənə qulpu var. Xeyr. 2 qulplu və qapağı olan qazan. Bəli, 2 qulpu və qapağı da var. Qapağı və naxışı. Naxış yoxdur bunda. 2 qulplu və naxışlı. Naxışı yenə deyirək yoxdur. 7. Hansı mülahizə doğrudur? Quşların hamısı uçur. Bəlkə pingvin uçmur. Bəlkə deyəndə dəqiq olaraq pingvin uçmur. Pingvin axı quşdur və uçmayan sayılır. Bu doğru deyil. Bəzi ədədlər sıfırla, bəzi deyəndə onluq ədədlər sıfırla qutarır. 12, 15, 16 bunlar sıfırla qutarmır ki. C-də bütün maşınlar avtomobillərdir. Bütün maşınlar, maşın deyəndə tək avtomobil, paltar yuyan maşın var, ət çəkən var, bu da deyil. Almaların hamısı ağacda bitmir. Yer alması eşitmişəm, amma dəqiq yerdə bitib bitməməyini bilmirəm. Burada 2 variant arasında qalırıq. Yox, belə bir şey deyil. Yox, deyil, ola bilməz. Çünki alma mütləq ağacda olmalıdır. O dediyim alma da yerdə bitən ağacda olur. Bəzi ədədlər var, bəzi ədədlər burada B variantında uşaqlar. Bəzi ədədlər deyir, hamısı yox. 10, 20, 30, bəli, bəziləri sıfırla qutarır. 8-də hansı şəkil üçün bütün mülahizələr yalandır? Yaxalığı var, cibi var, ayağı geyir. Bax, bu ayağı geyirlər. Bu getdi. Bunu hələ ki saxlayaq. Yaxalığı var, cibi var. Bunun cibi var. Bu da getdi. Deyir, yalan olsun. Bunda da ciblər var. Yalan olsun. B variantı. 9-da hansı evin 2 pəncərəsi və 1 qapısı var? 2 pəncərə, bunda 2 qapı var. Deyil. 1 qapı 3 pəncərədir, deyil. 1 pəncərə və 2 qapısı C variantıdır. Burada 3 qapı 1 pəncərədir. Onda hansı sözlə sıranı davam etdirmək olar? Armud, meyvə, yanvar, ay, alma, meyvə, fevral, ay. Deməli, belə gedir ardıcıllıq. Meyvə, sonra aylar yazılır. Cavalı, meyvə, mart, ay. İndi meyvə gəlibsə ay gəlməlidir də. Banan meyvədir, stəkanın aidiyyəti yoxdur, aprel aydır. Meyvə gəlibsə heyvan, ondan sonra ay gəlməlidir. Şənbədə həftənin günüdür, bunun da aidiyyatı yoxdur.